zaman maşınının təsadüfi şəkildə başqa bir zamana yolladığı Əlövsət dayı özünü ordu düşərgəsində tapır. Bu dəfə kimin yerinə keçdiyini soruşmağa macal tapmayan dayı tezliklə əskərlərin onu sərkərdəmiz Sübutay deyə səsləyib Çingiz xanın hüzuruna aparması ilə vəziyyət anlayır. Çingiz xanı ilk dəfə görən Əlövsət dayı qorxusundan onun bütün tapşırıqları ilə razılaşır və özünü Böyük Jin imperiyası ilə savaşın içində tapır. Burada dayı tarixdə ilk dahiyana planlarından birini qurur. Düşməni suyunu geri çəkilməklə təliyə salır və tamamilə darmadağın edir. Bu böyük qələbədən sonra paytaxt Pekindəki yeməklərdən xəbər tutan Əlövsət dayı orduya şəhəri mühasirəyə almağı və fəth etməyi əmr edir. Yeməklərin eşqi ilə paleolit dövründən yadında qalan bütün taktikaları işə salan dayı paytaxtı qısa zamanda fəth edir. Çingiz xandan Xarəzmşah təhdidini aradan qaldırmaq əmri alan sərkərdə Əlövsət, burada təhlükə mənəm, Bağdadda kör xəlifə deyib Xarəzmşah ordularının üzərinə hücuma keçir. Mamont ovlayarkən dostları ilə istifadə etdiyi hücum taktikalarıyla Xarəzm ordusunu Qafqaza qədər qovur və fürsətdən istifadə edib doğulduğu Qobustanı ziyarət edir. Qayalarda çəkdiyi qədim rəsmlərə baxır. Uğurlu yürüşdən sonra evə qayıtmaq istəyən sərkərdəmizin qarşısına bu dəfə rus knyazları çıxır. Soyuğu heç sevməyən Əlövsət dayı tezbazar oraları da fəth edib geri dönür. Paytaxta çatanda hakimiyyətin dəyişdiyini görən dayı dincəlməyə macal tapmamış o gedək xandan Avropanın fəthi üçün yeni əmr alır. Yeməyi boğazında qalan dayı deynə-deynə Avropaya doğru irəliləyir. Geriyə dönənlərə bu çörək qənim olsun deyib Avropa ordularını tək başına məğlub edir. Bu möhtəşəm qələbədən sonra əskərlər Əlövsət dayını 3 dəfə atıb, bir dəfə tutaraq yazığın qalan ağlını da əlindən alırlar. Xan onu mükafatlandırdıqdan sonra hakimiyyət sevdasına düşən dayınız zaman maşınının yenidən işə düşməsi ilə bu arzusuna da çata bilmir. Tarixin bu ən qəribə macerası xoşunuza gəldisə, kanala abunə olun. Sizcə Əlövsət dayı növbəti dəfə hansı dövrə düşəcək? Fikrinizi rəylərdə yazın.